kalpleri tez tanıyır. Kamil olan Yaradanın eksidir. Heydər tacı bu milletin sesidir. Önce Türkük deyip yola çıktık biz. Samur boyu kanla açıldı. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Kızıl gül verildi tikana gizli, dost kimdir düşman kim hele bilin mi? Sevgi bir sınavdı, tale bir oyun, bir yanı duadı bir yanı kandır. Dağlar titreyir, saraylar duman, nur zulmeti boğacak, yetişti zaman. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Başımızda hakkın nuru üzümüzde, zafer yazılıp onun sarsılmaz her sözünde. Bismillah, Allah, 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 Bismillah. Hak yolunda can feda, Şah Heydər gelir yol açın, doğsun nur, zulmet kaçsın. Bismillah, Allah, 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 Bismillah. Ərdəbil ətrafı, sıx meşəlik, səhər çağı. Döyüşün ortasında Əbu Musa qəribə bir soyuqqanlıqla vuruşur. O, hücumçulardan birinə yaxınlaşsa da, sanki zərbəsini qəsdən boşa çıxarır. Hüseyin bəy Şamlı isə bir aslan kimi döyüşür. Şeyxin arxasını kəsən iki niqablı adamı yerə sərir. Bir neçə dəqiqə davam edən qanlı toqquşmadan sonra hücumçuların hamısı məhv edilir. Yalnız biri çiynindən ağır yaralanmış halda yerdə çabalayır. Şeyx Heydər qanlı qılıncını yerə dirəyərək yaralı casusun yanına gəlir. Kimsiniz siz? Hansı namərdin nökərisiniz ki, Ərdəbil ocağının nuruna qılınc qaldırırsınız? Yaralı casus qorxu içində geri çəkilir. Şeyx onun boğazına qılıncın ucunu dayıyır. Əbu Musa bu an təşvişlə irəli atılır. Sanki casusu özü öldürmək istəyir. Şeyxim, icazə verin bu murdarın işini mən bitirim. Danışmağa layiq deyil. Dayan. Sükut bəzən ən böyük yalandır. Danış, ey iblis nökəri. Səni kim göndərdi? Şirvanşah, yoxsa başqa bir kölgə? Biz yalnız Şahmaranın adamlarıyıq. O əmr etdi. Qızıllar. Casus sözünü bitirmədən can verir. Meşəyə yenidən ağır bir sükut çökür. Şeyx Heydər ayağı qalxır, qılıncını təmizləyərək uzaqlara baxır. Onun beynində Sasan Keyxusrovun sözləri əks-səda verir. Düşmən bəlkə də öz içindədir. Şahmaran, bir quldurbaşı mənim yolumu kəsməyə cəsarət edirsə,
Deməli o cəsarəti ona elə bizim yaxınlığımızda olanlar verir. Şeyxim, Şahmaran kimdir ki, Ərdəbil ocağına düşmən olsun? Bu nəsə bir hiləyə bənzəyir. Bəli, yəqin ki, xristiyanların və ya Şirvanın muzlu quldurudur. Şeyxim, buralar təhlükəlidir. Dərhal ocağa dönməliyik. Şeyx Heydər Əbu Musaya dərin və şübhəli bir baxış atır. Lakin heç nə demir. Atına minib, meşənin dərinliyinə, Ərdəbilə tərəf sürür. O artıq bilir ki, nurun qarşısında dayanan zülmət yalnız uzaq qalaların deyil, bəlkə də öz addımlarının arasındadır. Urfa yaxınlığı, Məmlük ordu düşərgəsi, Əmir Yaşbəyin çadırı. Urfa qalasından nisbətən uzaqda, səhranın ortasında nəhəng bir hərbi düşərgə salınmışdır. 100 minlik Məmlük ordusunun tonqalları qaranlıq düzənliyi minlərlə kiçik ulduz kimi bəzəyib. Mərkəzdə digərlərindən əzəməti ilə çəkilən, üzəri zərli naxışlarla işlənmiş Əmir Yaşbəyin çadırı yerləşir. Çadırın içində hava ağır və istidir. Buxur qoxusu hərbi xəritələrin köhnə kağız qoxusuna qarışıb. Ortada xəritə üzərində Əmir Yaşbəy, ətrafında isə sadiq adamları, Batur Alp, Baybars və Aruz Qoca toplanıb. Şamların titrək işığı sərkərdələrin zirehlərində parıldayır. Fəratı keçmək cəsarət istəyirdi və biz bunu etdik. İndi qarşımızda duran Urfa sadəcə bir şəhər deyil, ağ qoyunlu taxtının kilididir. 100 minlik ordumuz Sultan Qayıt bəyin zəfərini gözləyir. Lakin qan tökmədən qala almaq hər döyüşdən daha üstündür. Əmirim, kəşfiyyatçılarımız xəbər gətirib ki, Sultan Yaqub bizə qarşı Süleyman bəy Bicanoğlu, Bayandur bəy və Xəlil bəy Bektaşın başçılığı ilə qoşun göndərib. Onların puşandarları, ağır zirehli süvariləri döyüş meydanında təhlükəlidir. Onlar sarsılmazdır. Şandarlar və tirkəşbəndlər nə qədər güclü olsalar da, içəridən gələn bir zərbə hər şeyi bitirər. Əmirim, sizin Süleyman bəylə olan gizli sövdələşməniz, bu bizi qan gölündən xilas edəcəkmi? Süleyman bəy artıq dövləti üçün deyil, qızının göz yaşları və öz intiqamı üçün vuruşur. Planımız sadədir. Mən Urfanın qapılarını sarsıdanda Süleyman bəy qəhrəman kimi şəhərin müdafiəsinə gələcək. Amma əslində biz torpaqları ikiyə böləcəyik. O Yəqubun gözündə ucalacaq, biz isə Urfanı qondarma bir müharibə ilə ələ keçirəcəyik. Ömürüm, siz böyük bir risk alırsınız. Bu gizli sövdələşmə Qahirədəki Sultan Qayıt bəyin qulağına çatsa, hamımızın boynu vurular. Sultan dostluq deyil, Urfa torpaqlarını istəyir. Əgər Süleyman bəy bizi aldadarsa, 100 minlik ordu fəlakətə sürüklənər. Qorxu zəiflərin işidir. Mən yaş bəyəm. Əgər ağ qoyunlu ordusunun sağ və sol cinahlarını, bərəngar və cəvəngarı bir-birindən ayıra bilsək, Süleymanın gizli dəstəyi ilə mərkəzi, İluğu darmadağın edəcəyik. Bəs ya digər sərkərdələr? Bayandur bəy və Xəlil bəy Süleymanın xəyanətindən şübhələnsələr? Onlar şübhələnənə qədər Urfa divarlarında Məmlük sancağı dalğalanacaq. Biz qalanı mühasirəyə alanda Süleyman Yəquba xəbər verəcək ki, o tam səlahiyyət alanda isə Urfanın qapıları bizə daxildən açılacaq. Bu qanla deyil, zəka ilə qazanılmış səfər olacaq. Ümid edirəm ki, Fəratın suları bu sirri özündə saxlayar. Çünki bu xəyanət üzə çıxsa, nə Qayıt bəy bizə rəhm edər, nə də Ağqoyunlu sülaləsi bizi sağ buraxar.
Əmir Yaş bəy xəritəni qatlayır. Çadırın xaricindən Məmlük ordusunun döyüş nağaralarının səsi gəlir. Gərginliyi artır. Hər kəs bilir ki, sabahın günəşi ya böyük bir imperiyanın başlanğıcını, ya da qanlı bir fəlakətin ilk şəfəqlərini gətirəcək. Urfa, Ağqoyunlu ordugahı, gecə. Urfa qalasının heybətli divarlarından neçə fərsəx aralıda Ağqoyunlu ordusunun mərkəzi qərargahı qurulub. Düşkərdə minlərlə məşəl yanır, lakin bu işıqlar ordunun sayca azlığını gizlətməyə yetmir. Havada kəskin at təri və dəmir zireh qoxusu var. Mərkəzi çadırın içində bir masa ətrafında 3 nəfər, Bayandur bəy, Xəlil bəy Bektaş və Süleyman bəy Bicanoğlu toplanıblar. Masa üzərində Urfanın müdafiə planı açılıb. Xəlil bəy gərgindir. Bayandur bəyin gözləri isə Süleymanın üzündə cəmlənib. Süleyman bəy isə sanki heç nədən uzaqmış kimi soyuqqanlı şəkildə qılıncının dəstəyi ilə oynayır. 100 minlik Məmlük ordusu Fəratı keçib. Əmir Yaş bəy nifrət qusur. Bizim süvarilərimiz, puşandarlarımız cəsurdurlar. Amma bu say fərqi qarşısında necə duracağıq? Uşandarlar vuruşar, Xəlil bəy. Əgər rəhbərləri sadiqdirsə, hər maniyə aşılar. Amma mən başqa bir şeydən narahatam. Süleyman, sən bu yaxınlarda Fərat sahilində tək görünmüsən. Düşərgədən kənarda, qaranlıqda nəyi axtarırsan? Yoxsa Fəratın suları sənə kimsənin eşitmədiyi xəbərləri pıçıldayır? Fərat qədim sudur, Bayandur bəy. O yalnız susmağı bacaranları dinləyər. Mənim təkliyim dövlətin gələcəyini düşünmək üçündür. Sən mənim sadiqliyimi deyil, qılıncımın kəskinliyini sorğula. Qılınc kəskin ola bilər. Amma əgər o qılıncın qını düşmən tərəfdən yağlanıbsa, o mənə yox, bizə qarşı işləyər. Urfanın qapıları niyə hələ də zəifdir, Süleyman bəy? Niyə Yaş bəyin bu qədər rahat hərəkət etməsinə göz yumursan? Yetər, mən Sultan Yaqubun lələsiyəm. Məni ittiham etmək sənin həddin deyil. Bizim əsl təhlükəmiz Yaş bəy deyil, qərbdən və şimaldan gələn Yadəlli təhlükəsidir. Sən bu xırda mühasirəyə baxırsan, mən isə sərhədlərimizi bürüyən qara buludları görürəm. Yadəlli deyərkən kimi nəzərdə tutursan, Süleyman bəy? Şeyx Heydəri yoxsa... Şimalda Heydər qaynayır, amma qərbdə Osmanlı mülkündə daha böyük bir günəş doğmaqdadır. Fatih Sultan Məhəmməd qocalıb, xəstəlik onu taxtdan ayırmaqdadır. İstanbul sarayında artıq Şahzadə Bəyazidin ayaq səsləri eşidilir. Bəyazid taxta çıxmağa hazırlaşır. Həsən padişahın vaxtında ona məktublar yazmışdıq. O, atasından daha ehtiyatlı, daha sərtdir. Əgər Yaqub onunla dostluq bağlarını bərkitməsə, Məmlükdən aldığımız bu torpaqlar Osmanlı topları qarşısında kül olar. Bəyazid hələ Təbrizə elçi göndərməyib. Amma sən haqlısan. Osmanlı hər zaman qılıncını itiliyir. Yenə də, Süleyman bəy, növbəti döyüşdə mən sənin Bayaziddən çox puşandarlarının başında necə duracağına baxacağam. Sən yalnız bax, Bayandur bəy. Mən isə bu dövlətin taleyini öz əllərimlə yazacağam. Səssizcə öz-özünə pıçıldayır. Və o tali sənin düşündüyün kimi olmayacaq. Süleyman bəy çadırı tərk edir. Bayandur bəy onun arxasınca bədbin baxışlarla baxır.